Kişi klubu. Sizin malınız və pulunuz canınızdan üstün deyil. Ya Mustafa özümdən necə söyledi. Qızla kinoteatra gedəndə bileti özünüz alın. Qızı aldırmayın. Kişi klubu. Gəlin görək bu dəfə özünü müdafiədə bizə hansı fənlər öyrədəcəklər? Kişi klubu. Bugünkü mövzumuz parter olacaq. Parter, yəni əgər rəqib tərəfindən yerə yıxılmışıqsa, o vəziyyətdə, yəni yerə yıxıldığımız halda vəziyyətdən çıxma qaydalarını öyrədəcəyik. Özünü müdafiə rubrikasında biz xüsusən üstünlüyü baz hərəkətlərinə veririk. Yəni elə hərəkətlər çalışırıq ki, öyrədək, o hərəkətdən hər kəs bəhrələnə bilsin. Yaşından, cinsindən, çəkisindən asılı olmayaraq. Rəqib sizi yerə yıxıb boğmaq niyyəti varsa, bu halda bir neçə çıxış yolu var. Əgər rəqib sizi bu vəziyyətdə boğursa, ilk öncə rəqibi bacardığımız qədər özümüzdən uzaqlaşdırmağı bacarmalıyıq. Bunun üçün də ən gözəl vasitə əl ilə, xüsusən də barmaqlar ilə gözdən və burundan tutaraq uzaqlaşdırmaqdır. Əllə sifətini uzaqlaşdırdıqdan sonra bir əlini saxlayırıq öz yaxamızda və dizlə biraz da uzaqlaşmağa köməklik göstəririk. Daha sonra sifətdəki əli dartırıq, bunun yaxamızda olan əlini daha möhkəm şəkildə saxlayırıq gəllə və sol ayağı qaldıraraq rəqibin sifət nahiyəsindən zərbəni endiririk. Bu vəziyyətdə rəqib sizi boğursa, ilk növbədə məqsəd rəqibin başını sizdən uzaqlaşdırmaqdır. Məsələn, sağ əllə mümkündür. Yox, əgər sağ əlimi də rəqib tutubsa və bu ilə hərəkət eləmək olmursa, o zaman sol əllə. Amma sol əllə itələmək çox çətin olacaq. Çünki çənəyə çatdırmaq olmur. Ona görə gözün üstündən, ya ağız boşluğundan və yaxud burunun üstündən dartaraq rəqibin başını uzaqlaşdırırıq. Rəqibin başını uzaqlaşdırdıqdan sonra açıq olan sol ayağı rəqibin boynuna gətirərək onu boğuruq. Üstünüzə təcavüz edən şəxsin əlində hər hansı bir silah varsa və siz anlayırsınız ki, rəqib kifayət qədər güclüdür və sizin də müəyyən fiziki hazırlığınız yoxdursa bu hadisələr üçün, bir şey yadda saxlayın ki, sizin malınız və pulunuz canınızdan üstün deyil. Həqiqətən də bu vəziyyətdə çalışın ki, ilk növbədə həmin insanın simasını təqribən yadda saxlayasınız və hündürlüyün yadda saxlayasınız ki, daha sonra onu tapmaq asan olsun. Kişi klubu.